Təbibin tabeliyində fəaliyyətə başlayan Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanası tənəffüs sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış ilk tibb müəssisəsidir. Pulmonologiya Xəstəxanasının istifadəyə verilməsi tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması və müalicəsində yeni mərhələ açır. Xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində pasiyentlər ilkin mərhələdə xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq triyaj olunur. Ambulator şöbə pulmonoloq, ftiziatr, spirometriya, elektrokardioqraf, bronxoskopiya və digər diaqnostik, o cümlədən prosedur otaqları yaradılmışdı. 6 çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsi, süni ventilyasiya cihazları, defibrilyator, monitor kompleksləri və digər müasir tibbi avadanlıqlarla təchiz olunub və həyati göstəriciləri pozulmuş, yaşaması risk altında olan, xüsusi baxım tələb edən xəstələrə 24 saat ərzində tibbi yardım göstərilir. Müasir innovasiyaların imkanlarını tətbiq etməklə pasiyent təhlükəsizliyinin təmin olunması, vaxtında reanimasiya tədbirlərinin həyata keçirilməsi məqsədi ilə tibb bacısının müşahidə postundan mərkəzləşdirilmiş monitor vasitəsilə hər bir xəstəyə fasiləsiz video nəzarət aparılır və kardio monitorların göstəriciləri izlənilir. 40 çarpayılıq stasionarda otaq və palatalar müasir tələblərə uyğunlaşdırılıb və palataların hər biri havalı döşəklə çoxfunksiyalı çarpayılarla təmin edilib. Xəstəxana standartlara uyğun şəkildə süni ventilyasiya cihazları, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri ilə təchiz olunub. Şüa diaqnostika şöbəsi müayinələrin çevikliyinin təmin edilməsi üçün rəqəmsal stasionar rentgen və ultrasəs müayinəsi cihazları ilə təmin edilmişdi. Bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılıb.